Deməli, bax bu günlərim əlavə olaraq bu günlükdən danışacağam. Bu günlük aralığıdır bu. Biz həmişə 4 saat, 1 saat, 15 dəqiqə, bir də ki 5 dəqiqə, 1 dəqiqəliyə baxırdıq. Əlavə olaraq bir günlüyə baxacağıq. Çünki həmin gün bizə lazımdır ki, görək bu bircə artacaq ya düşəcək, yəni dəqiq bilək də, yəni. Bax, bu bir günlüyə keçəndə, yəni hamımız bilirik ki, bu şamın biri, bir dəqiqə bunu sileyim, nədir burada? Bir dəqiqə telefondan qoşum gəlirəm. Yaxşı. Deməli, bu bir günlüyün bu şamın biri bir gün deməkdir. Və görürük ki, bu bizə nə göstərə bilər deyəsiniz. Və görürük ki, burada məsəl üçün baxın, 2 dənə şam var, axşamlardır. Və bu artı, bax indi yəni üçüncü günlükdə biz burada. Üçüncü şam bu. Bu şama baxıram ki, bu şam düşüşə yönümlüdür və altında fair value gap var. Bax burada görürsünüz. Bu fair value gapı da sındırmayıb, çətinlik çəkir. Bu da deməkdir ki, böyük ehtimal retest bitib. Retest bitəndən sonra bu qalxacaq. Günlükdə çox güclü bir analiz eləməyəcək, çünki günlükdür də, yəni nəticələr. Yüngülcə belə yaxın xəttlər qoyacağıq, bəs eləyəcək bizim üçün. Yəni burada da görürük ki, bunun məqdisinə baxanda, məsəl üçün, artış yönümlüdür. Bu bizə ayrı bir sübutdur. Burada baxıram, yəni bu həmin retest teması var burada. Belə bir şey eləsə yaxşı olar. Yəni belə də çəkə bilərik, amma belə də normaldır. Baxıram, görürəm, həqiqətən də bu retest kimi işə düşüb. Böyük ehtimal bundan sonra day qalxacaq. Günlüyü, yəni həll elədik. Gecə indi biz 4 saatlığa. 4 saatlığa baxanda görürəm ki, deməli, intrabarıma baxım. Qoy intrabar yüklənsin. İntrabarıma baxıram, görürəm ki, deməli, bura baxmayın, bura da təzə sessiya, deməli. Baxıb görürəm ki, belə bir dəstəyimiz var ki, hələ də buradan düşməyə davam eləyir. Yəni, burada bir dəstək görmədim deyə çəkməliyim. Yəni, belə bir şey eləsəm də dəstək qırmış olur. Hələ ki, gözləyərik intraları biz, məqdiyə də baxacam. Belə bir dəstəyimiz, dirəncimiz var. Baxıram, görürəm, burada da qırmızı fair value gap yandırıb. Yəni, həm bu trendi qırıb, bu balaca minor trendi qırıb, yəni 4 saatlıq üçün danışıram. Aşağı doğru qırıb və fair value gap yandırıb. Bu, adətən düşüşün siqnalıdır. Baxaq görək, düz deyirikmi? Ciddən də, yəni 4 saatlıqda baxsaz, görürsünüz ki, alışlar azalır və yuxarıda birləşir. Görürsünüz, yəni bu göy aşağı düşüb, sarı yuxarı çıxmağa çalışır. Bunlar kəskəndə demək olar ki, məsəl üçün bu düşəcək. Bu xətti də qıra bilər, nə bilim, Viklovu da. Bir günlükdə baxdıq ki, yəni hələ ki fair value gap aktivdir, bu bir günlüyə baxaq. Həm də ki, bu gün, yəni bu alış trendi qırılıb da, baxın bu xətti deyirəm. Alış trendi qırılıb. Yəni o da alış olub, indi keçib düşüşə. Amma ki, çox belə güclü bir düşüş olacağını düşünmürəm. Hələ ki, bu fair value gap aktivdir deyə burada yaşlı hissə. Yəni bunu qırmalıdır ki, FVC-nə bir şeylər eləyə bilsin. Yəni bir sözlə. Baxıram, görürəm, yəni buradan buracan düşüş olub, bir günlükdür. Sonra sabitləşib, fikir verin. Sabitləşib, buradan yəqin biraz qalxmağa çalışar. İndi keçək. Deməli, 4 saatlıqda biz intrabara baxdıq deyəsən. İntrabarda baxdıq, hələ ki düşür. Gözləyərik, yəqin bura falan gələr. Onunla baxarıq məqdiyə necədir, vəziyyəti necədir, yəni. Burada uca birləşir. Keçdi indi 1 saatlığa. Burada da baxmağa çox şey yoxdur, biraz uzunladım. Biraz da qrafiki restart edeyim. Yəni, çox da bir şey yoxdur, belə bir trend çəkə bilərik. Belə bir şey. Amma yararımıza olmaz zaten. Buradan trend yararsızdır. Baxın belə. Yox da, yəni yavaş-yavaş aster düşüb və indi bu civarlarda hərəkət edir. Yəni aster. Buy order təzə açılıb, amma çox stabildir. Yəni bu deməkdir ki,
böyük ehtimal alım gücü o qədər də çox deyil. Həm də ki, bu görürsünüz, bu trend qırılıb. Yəni biraz biz gec girmişik. Buradan satış pozisiyası aça bilərik məsələn. Ona baxacağıq da, yəni o bir 5 dəqiqədə falan necə görünür. İndi keçək 1 saatlığa. Aha, 1 saatlıqda vəziyyət vəhim görünür. Bu trend çoxdan qırılıb və bu tərəflərə doğru getməyə çalışır. İndi birinci baxacağımız şey bizim. Bu trendimiz var, burada daha yaxşı görünür. Bunu düzəldim hətta. Aha, belə normaldır, aha. Deməli, buradan məsəl üçün göstərən kimi istifadə olunur. Burada qırmağa çalışıb, sürtünüb, təzədən çıxıb, gücü çatmayıb, düşüb və fair value gap açıb düşüb. Məsəl üçün, biraz daha tez girmiş olsaydıq, buradan məsəl üçün bir satış pozisiyası düşünülə bilərdi. Çünki həm qırılıb, breakout strategiyamıza uyur bizim. Buradan bu xəttəcən ya heç olmasa, heç buradan belə, bax, fikir verin uşaqlar. Baxın, buradan qazanca baxın bir dənə. Neçə erdir bu? 20 er. Sən buradan girseydin, 20 erin var idi sənin əlində. Yəni, bu arada fikir verin. Bu, belə yuxarı çıxmağa da çalışmayıb. Fair value gap heç toxunmayıb da. Düşüb aşağı konkret. Yəni, Aster bu fürsətlər baxımından çox əladır. İndi baxıram, görürəm. Buy qırıb və satışa, yəni baxın, aşağı düşüş yönümlü satışa keçib. Bu deməkdir ki, satışlar güclüdür hələ ki. Buy'a baxıram, buy təzə qırıb. Demo ilə dirəşir bu dəqiqə. Bilinmir nə olacaq. Buradan belirləyək. Görünsün. Hətta belə bir şeydir. Bunu silək heç. Deməli, demo ilə dirəşir. Görək demanı. Məncə demanı da qıracaq. Bu xəttə falan görək nə edəcək. Buyur. Bu dəqiqə Bybitə uyğun baxırsan, yoxsa Binance-a? İkisi də eyni şeydir, brokerdir. Sadəcə o Bybitlə Binance-in fərqi var, doğrudur. Amma ikisi də brokerdir. Onun bizə dəxlisi yoxdur zaten. Bunu deyirsənsə, zaten bu elə bir şeydir. Bu sadəcə adıdır onun. Yəni, Binance-in qrafikidir, məsəl üçün. Neysə. Bunu qırmağa, bu demada ortalama xətti qırmağını gözləyir. Hələ ki, dəstək kimi iştirak edir. Görürük ki, burada məsələn fair value gap aktivdir. Fair value gap aktivdir deyə belə bir xətt çəkə bilərəm. Məsəl üçün, bizə referans olsun deyə. Məsəl üçün, bu fair value gap-a dəyib qaydada bilər. Amma hələ ki, yəni satış bitməyib. Baxıram intrabara. Intrabarda burada bir dəstək var, məsəl üçün. Baxaq, amma bu yeni sessiyadır deyə tam əmin bir şey deyə bilmərəm, məsəl üçün. Bunu silək, bu bizim başımızı qarışdırmasın. Bu dəstəyə əsasən elədim. Əgər bu dəstəyə qıra bilərdə, yəni bu yeni sessiyadır. Bu qrafiklərin ona dəxlisi yoxdur, əslində. Bu ortadakı xəttləri görürsünüz, bunlar sessiyalardır. Bu ən təzə sessiya budur və ancaq düşüb. Biz gözləyəcəyik, nəyi gözləyəcəyik? Bu gözləyəcək qaralsın və yaşıl şama keçsin. Hələ ki, elə bir şey görmürük, ona görə də trade-də girmirik. Deməli, baxdıq MACD-yə baxaq. MACD yuxarıda çoxdan birləşirmiş və bozarma yoxdur görürəm. Heç nə. Və görürük ki, hələ ki ortadadır. Yəni, heç trade girləsi yer deyil. Nə yuxarıdadır, nə aşağıda. Ortadadır. Hələ ki, satışda gedir. Buna da baxdıq. Görürsünüz ki, xəttə yaxınlaşır yavaş-yavaş. Demanını qıra bilər. Böyük ehtimal bu xətt də qıracaq. Baxıb görəcəyik. Baxıram, intrabar çox yaxınlaşdı bu xəttə. Deməli, burada deyəsən bir analizimiz qalmadı məncə. Baxın, fikirləşirəm. Yox, yəni bu qədər idi. Deməli, keçək biz 15 dəqiqəliyə. Nihat, videonu duraqlat, mənə dalbadan mesaj gəlir. Deməli, 15 dəqiqəliyə baxıram, görürəm ki, birinci bir dənə trend çəkim, qəşəng bir trend var burada, belə birləşdireyim, dəqiqə. Belə bir trendimiz var, normal. Bu nədir burada çəkmişəm, onu sonra çəkərik balaca şey. Görürəm ki, belə bir trendimiz var və düşüş trendidir, qırılıb, yəni biz buradan satışımız gərək biraz qırılmağın, yəni görsəydi və fair value gap görsəydi uşaqlar.
Buradan bir satış edib çox pulumuzu götürərdik. Amma yəni hələ ki bu fürsəti qaçırmışıq, eybi yox, olan şeydir. Yəni bura qırılacaq, məsəl üçün deyirəm. Qırılar, burada fair qapacar, eynən biz də oradan xeyir götürə bilərik. Deməli, indi trendimizi çəkdik bu heç. Satış görürəm ki, yəni çox stabilizasiya yoxdur burada. Yəni düşə-düşə gedir. Vecinə deyil, bir dəstək də yoxdur. Zaten hətta düşüş var. Burada da fair value gap var. Yəni buranı qıra da bilər. Yəni hələ ki ehtimallar elə göstərir. Baxıram, deməli mən MACD-yə. MACD-yə baxıram, görürəm aşağıdadır, amma yenə də bozarmayıb. Bu bozarmama biraz pisdir bizim üçün. Deməli, bir də fikir verin. Alış demək olar yoxdur asterdə. Yəni bir müddətdən sonra alış başlayacaq. Yəni zaten dəstək uca dirənməyə başlayıb. Biz bir günlük qrafikdə gördük ki, yəni gələn gün, yəni sabahsı gün uca başlayacaq alış trendinə keçməyə. Amma ki, yəni indiki hələ ki satış davam edir deməkdir bu. İntabara baxaq, 15 dəqiqəlikdir. İntabara baxırıq, bu xətt çəkmişdik, gör sonda qırıb. Fikir verin, burada baxın dəstək kimi iştirak eləməyə çalışıb, görürsünüz, burada biraz qalxıb və yenə düşüb. Yenə də düşməyi, bu yəni biraz pis şeydir, niyə görə? Bu yenə düşmə o deməkdir ki, yəni bu dəstəyi qıracaq, qırıb və daha da düşəcək. Buranı da qıra bilər, ehtimal odur. Deməli, bu ikisinə baxdıq, trendimizi çəkdik 15 dəqiqəlikdə. Yəni, baxdıq sel qırılıb, bizim qırmızı fair value gapimiz var. Hələ ki, hər şey satışı göstərir, hər şey. Yəni, biz elə bir spesifik yerdən girməliyik, ya qəşəng bir yerdən satış açmalıyıq. Məsəl üçün, bu fair value gapdan satış düşünülə bilərdi. Məsəl üçün, belə. Buradan, məsəl üçün, düşünülə bilərdi. Bu gözümüzün qabağında açdı deyəsən bu fair value gapı, tam dəqiq bilmirəm. Məsəl üçün, baxın, 0,128 girərdik. Bu qədər də çox yox. Baxın, bir dəqiqə. Buradan görmürəm. Belə bir şey də. Belə bir şey düşünülə bilərdi, məsəl üçün. Yəni, görürük ki, o fair value gap açılıb. Yəni, bu da qəşəng düşüşün göstərgəsidir. Baxın, 14 R-nizi normal götürmək olardı. Deməli, bu heç nə. 15 dəqiqənin işimiz qutardı. Keçə 5 dəqiqəliyə. 5 dəqiqəliyə baxaq. Bunu bir dənə düz koyum. Aha, normal. Deməli, 5 dəqiqəlikdə də yəni vəziyyət çox belə, necə, fərqli deyil. Strong high-dır, görürsünüz uşaqlar, yəni. Strong high-da o deməkdir ki, yəni çox baskı var da, yəni satışa. Wiklov təzələnir konkret. Yəni Wiklovun da təzələnmə o deməkdir ki, düşüş dayanmayıb. Baxaq buna. Görürəm ki, bircə yavaş-yavaş qərarsızlaşır. Bax, arada bir soluq atır, soluq şam atır. Bu da deməkdir ki, bircə qərarsızlaşır. Burada da görürsünüz ki, yuxarı çıxmağa çalışır, amma çıxmayıb düşüb. Böyük ehtimalle bu deməkdir ki, bircə özünü tarazlayacaq. Burada da baxıram, görürəm ki, MACD-nin ən dib yeri buraymış. Baxın, görün. MACD-nin ən dib yeri buradır. Buradan qalxıb. Biz gözləyəcəyik o ən dib yerin. Görək kəsəcək, yoxsa daha da düşəcək. İndi intrabara baxaq. Intrabarda 5 dəqiqəliyə baxsam. Intrabarda 5 dəqiqəlikdə hələ ki düşür. Amma burada məsəl üçün bir dəstək var, mən bilən. Elə görünür. Zaten orada dayanmaya başlayıb. Əgər buranı qırmasa, deyəcək ki, yavaş-yavaş, zaten çox da düşməyə güc çatmayıb və qalxmağa çalışır, məsəl üçün. Heç nə. Bunu da silək. Deməli, başqa change of karakter var. Change of karakter də o deməkdir ki, bircə xarakterin, yəni satış yönümü dəyişib və düşür. Yəni change of karakterdən sonra da məsələn gözləyərdi bir fair value gap olardı. Bu fair value gapdən girərdi, düşərdi. Reconstructure da var. Wiklov təzələnir. Xətti gözləyib, məsəl üçün baxaq görək, alış trendi yansa buradan almaq da olar. Heç də. 5 dəqiqəliyi də baxdıq, gördük. Asterdə vəziyyət hələ ki satış yönümlüdür. Yəni qısacası demək lazım gəlirsə, baxın.
Ya hələ ki hər şey satış yönümlüdür, amma yavaş-yavaş, yəni analizlərdən ortaya çıxaraq deyirəm ki, satış zəifləyir. Amma bu dəqiqə dayanacaq deyil bu. Yəni yavaş-yavaş satış zəifləməyə başlayıb. Amma hələ ki satış necə deyim belə aktivdir. Yavaş-yavaş bu qrafikə yaxınlaşandan sonra bircə qərarın verməli olacaq. Yuxarı çıxacam ya aşağı. O vaxtdan biz dəyərlərə baxacağıq. Yəni insan qərarlarına. Görəcəyik, yəni dəyərlər pozitivdirsə qalxacaq deyəcəyik, neqativdirsə deyəcəyik düşəcək. Hələ ki, yəni fikir verirəm ki, bircə özün hələ ki tarazamır, amma inanıram bəlkə də yəni sabahsı günə falan belə tarazlayıb, yəni qalxışa keçə ujey. Baxıram görürəm MACD-yə. Bir dəqiqə. Hə, MACD-yə baxıram, həmin xəttə çatdı, göy xətt. Yəni bu bizim göy xəttimiz bizim alış xəttimizdir. İndi bunu yeni izah edeyim. Alış xətti, yəni təzə olanlar üçün, bu da satış xəttidir, bu sarı xətt. Bu sarı xətt üstdə olanda, bu deməkdir ki, bizim satışımız güclüdür. Bu göy yuxarıda, aşağıda olanda, bu da deməkdir, yəni bu sarı bunun üstünə çıxsa, yəni göyün üstünə çıxsa, satış güclüdür deməkdir. Bu qrafik nə qədər aşağı gəlsə, bu xətt. Əslində baxın burada yuxarıda da deyərsinə fərq var. O aşağı gələndə o deməkdir, baxın necə dəstək yedi oradan. Düşmədi ondan aşağı. Hə, nəysə. Bu da bizə göstərir ki, satışlar azalır. Nəysə. Deməli, bu nə qədər aşağıda olsa satışlar bir o qədər zəifləyir və alışa keçmək artır. Yəni siz həmişə alış eləyəndə gözləməlisiniz ki, bu iki xətt birləşsin, sıfır vəziyyət yaransın və bu dibidən siz alışa keçəsiniz. Eyni zamanda, buradakı kimi. Yuxarı gələndə siz gözləməlisiniz, bunlar kəssin, buradan satışa keçərsiniz. Görün nə qədər, iminli 20 R teması burada var. Gözləyirəm, intrabara baxıram. Intrabar da oradan düşməyə gücü çatmır zaten. Bura olası bir alış bölgəsi kimi istifadə oluna bilər. Dəyərlər bu dəqiqə bizə elə göstərir ki, burada çıxmağa çalışırmış kimi gözümə gəldi. Deməli. İndi istəyirsiniz, sessiyalara başlayaq. Hər sessiyanın qabağı belə mən treydə girməyə yenidən təkrar göstərəcəm təzə yeniliklərlə. Amma yəni qısacası sessiyalar belə olacaq. Çox da bir fərqləri olmayacaq. Yəni əsas sizin treydə girməyinizdir. Bu dərs yox, yəni sessiyalarda. İndi mən baxıram bir dəqiqəliyə. Bunu prosta təmsili açdım. Yəni siz ciddən biraz səbirli gözləyib girməlisiniz. Sadəcə təmsili göstərəm. Məsəl üçün gördük bunları oxuduq dedi ya, buradan dujiya da alınlar keçər, alışa keçər falan. Nəysə. Baxıram sel yenə də çox belə necə deyim, stabil deyil. Biraz stabilləşib burada. Gözləyək görək nə olur da. Ola bilsin stop da ola bilər. Yəni zaten çox şeyə baxmadıq. Bizə bütöv qrafik dedi ki, biz hələ satışdayıq. Nəysə. Bunu prosta təmsil açmışam, fikir verməyin. Deməli, görürəm ki, bir dəqiqəlik aşağıda birləşib, tam istədiyimiz kimi alış pozisiyası yaranıb. Amma görürsünüz qiymət solub. Fikir verin, qiymət solur. Yəni o deməkdir ki, hələ ki çox stabil hərəkət eləmək istəyir bircə. Hələ ki qərar verə bilmərik. Məsəl üçün bir dəqiqədə, çünki nəyə görə? Bu solmalar çox tez-tez baş verir və biraz etibarsızdır. Biz bir dəqiqədə diqqət edəcəyimiz şey bunun dibidə birləşməyidir, bir sözlə. Intrabara baxsam, intrabar da yenə dəstək ala qalxır. Burada bir dəstək alır. Burada deyəsən bir dəstək almağa çalışır. Görək nə olacaq. Deməli, baxıram hələ ki pozitiv yönümlüdür qiymət. Asterdə niyə balaca görünür qrafik? Çünki ona görə balaca görünür ki, necə oynaqlıq çoxdur, həddən artıq çoxdur. İndi istəyirsiniz, yavaş-yavaş hamı öz praktika eləsin, əlində trade eləsin. Belə mən necə göstərdim, elə analiz eləsin, bir dənə coin-ə girsin. Emin mənim kimi Asterə girməsinlər. Yəni başqa coin, Sol var, Avax var məsəl üçün.
Belə coinlər var. Yəni ürəyiniz istəyən birinə girə bilərsiniz. Heç nə. Hələlik yəni bu qədərdir. Ümumiyyətlə istəyirsən qeydi söndürmə, elə özün analiz elə, elə qeydlə də düşsün. Heç nə. Deməli bu 1 dəqiqəlik trend qırılıb deyəsən. Amma yəni düşdü yenə. Baxım görüm. Deyən retest edir, səhv eləmirəmsə. Baxaq görək. Yəni trendi qırdı, fair value qap açmışdı, amma retestlə bağladı onu. Görək nə olur. Amma bu trend qırılıb. Bu satış trendi qırıldığına görə bu da alışa keçdiyinin bir başqa göstəricəsidir. Amma yenə də deyirəm, yəni belə girməmək lazımdır. Görürsüz, fake bir qırılım da ola bilər. İndi siz nəsə sual olsa, nəsə yəni çətinlik yaransa verə bilərsiniz bu trade eləyən momenti. Mən açsam buradayam, yəni ekrana baxıram. Nihat. Təbriklər. Şeydir, sən bağla da istəsən qeydi day. Onsuz